Salam, hər vaxtınız xeyir olsun, əziz futbol sevərlər. U8 Respublika çempionatında hər birinizi xoş gördük. Qarabağ və Cənub komandalarının qarşıdurmasını izləyəcək. Artıq hakimin də startı səsləndirildi. Hər iki komandalara uğurlar arzulayır. Ümidvar bol qolla haqlı ədalətli. Gözəl bir maç bizləri gözləyir. Gəlin Qarabağ komandasına heyətlərlə sizləri tanış etmədən öncə və Cənub komandası hesabı açılmasıdır. Heyətlər belədir. 2 Hüseyin Subov, 6 Tarıq Mustafazadə, 7 Said Abdullazadə, 8 İlqar Bəhmənli, 10 Aydın İsmailov, 11 Turan Qasımov, 12 David Tağizadə, 15 Qahir Qəniyev, 14 Nihat Əlizadə, 9 Raul Cavalov. Komandanın baş məşqçisi postunda isə İbrahim Aslanlıdır və tarazlı qolu gəlir Qarabağ komandasından. Hüseyin Subov tarazlı qolunun müəllifi olur. Subov onun özündən, yox, rəqibindən top meydanı tərk edib. Və qaptan zərbə ilə Qarabağ komandası topu oyuna daxil edəcək. Və out. Hüseyin Subov. Keçmədə ötürmə Aydın İsmailov. 2 nəfərin atəsindən çıxa bilmədi. Əşsü məmləsi Cənub komandasından və 2-1 o. 2-1 olur hesab. Sol zanatdan hücum həmləsi Qarabağ komandasından. Qapıya doğru zərbə və 2-2. Tarazlığı bərpa edir Said Abdullazadə. Alt yerinə yetirəcək Qarabağ komandası. Əşsü məmləsi Cənub komandasına gələcək. Can vermək olmaz, diqqətli olmaq lazımdır bir qədər. Alt. Təzik var, Said Abdullazadədən təkbir epizod yaranır. Qapıya doğru zərbə və gol! David Tağizadə tarazlığı pozurmazsa. Zor məsafədən gözəl qola imza atırlar. Həqiqətən də haqqını vermək lazımdır. 30 manatlıq bir məsafə idi bu. 300. Tarazlıq bərpa olunur. Qarabağ komandasına tabir üçün məmləsi 2 nəfərin atəsindən çıxır. Və top tora daxil olur. Top tora daxil olur. 4-3. Abdullazadə keçmədə ötürməsi. Yan xəttdən Aydın İsmailov altı yerinə yetirdi. Zloğa uzaq məsafədən zərbə indirdi. Hüseyin Subov, lakin yox, daha doğrusu Hüseyin deyildi, bu İlqar Bəhmənli idi. Bir dəqiq bir zərbə olur. Top itkisi var. David Tağizadə keçə bilmədi rəqibini. İsmailovdan solsuna ötürmə keçmir. Çatdırma lazımdır. İlqar Bəhmənli. Əsəri onun özündən meydana tərk edir top.
Dən təzyiq var. David out qazandırdı komandasına. Türmə gəldi sağsına, lakin topu devam edə bilmədi. Aydın İsmailov. Cənub komandası müdafiədən çıxmağa çalışır. Top itkisi var. Qarabağlılardan. Qayda pozulub. Qayda pozulub. Cənub komandası oyuncularına qarşı təhlükəli nöqtədən standart vəziyyət. Doğru zərbə blok qoyulur. Seyid sağ sınaqla oynadı Aydın İsmailov. İsmailov tutum edir yeriyə doğru. David Tağzadə qapıya doğru zərbə müdafiəçilər. Son anda müdaxilə edir. Geridən müdaxilə var. İlqar Bəhmənli ötürmə təqandır. Qapı boşdur. David Tağzadə və 4-4. Status qolu gəlir. David Tağzadə, Seyid, qapı direğindən top geri qaydır. Və qayda pozulub Aydın İsmailovdan Cənub komandasının oyuncularına qarşı. Etdilər topu. Müdafiədə səhvi yol verilmişdi Qarabağlılar, amma sığortaladılar. Out. Keçmir. Qaptan zərbə ilə top oynadı. Olunacaq. Seyid Abdullazadə kəsə bilmədi rəqibini. Pressing aramsız davam edir Cənublulardan. Təzyiqlə başlayıb, hər iki komanda templi başlayıb maç. Düşünməməsi Qarabağlılardan. Aydın İsmailov. İsmailov Zidan sayağa dönüş gəldi, amma indi isə top itkisi. Qapıyalar zərbə və gol! Komandanın 7 nömrəsi Seyid Abdullazadə qaydanı pozub deyə etirazlar var. Cənub komandasına baş məşqçisinə bəli. Başına hakim isə qolu qeydə alır, 7 nömrənin qolunu qeydə alır Seyid Abdullazadəni. 5-4 tarazlıq pozuldu maçda yenidən və boş qapdan çıxartdılar. Asma gəldi meydan sahasına tərəf. Müdafiəçilərdən toxunuş var, daha bir altı ikə sınaqdan. Cəzbəyə baxış atdı, zərbə. Qaptan keçir. Qaptan zərbə. Seyid. Out. Keçmir.
Təhlükəli hücum həmləsi və hesab bərabərləşdi 5-5. Mübarizə apardı. David hücum həmləsi, David Tağızadə 6-5. Qollar yağmur kimi yağar. Arda arası kəsilmədən hələ ki ilk hissədə nə az nə çox 11 qol var. 11 qolun 6-sı Qarabağlılar tərəfindən, 5-i isə Cənublular tərəfindən rəqib qapısına keçirilib. Əks hücum həmləsi Qarabağ komandasından David zərbə indirilir. Yox, bu dəfə çərçivədən yan keçdi bu zərbə. Bir kez imkanı yönetilir. Cənub komandası tərəfindən. Şuna gəldi, pressing var Qarabağ komandasından Aydın İsmailov. Səyid Abdulazadədən də təzyiq var. Yerə qarma-qarışıq epizod yarandı. O epizoddan çıxmağa çalışırlar və son toxunuş Aydın İsmailovdandır. Qapıdan zərbə. Sonunda müdaxilə gəldi. Son anda müdaxilə gəlir İlqar Bəhmənlidən. Üçün zərbəsi yerinə yetirir Cənublular. Bitirmə gəldi, uzaqlaşdırmaq lazımdır və Səyid Abdullazadə uzaqlaşdırdı top cərmi meydancasını. Bitirmə qarşılanır. David alt qazandırır. Bitirməsi ünvansız alınır. Qapıdan zərbə ilə Cənublular oyuna daxil edəcək topu. Pressing nəticəsində yenidən topu qazanmağa çalışdı. Qarabağ komandası yenidən Ulduz komandasına əks-hücum həmləsi. Qapı boşdur. Zərbə və gol. 6-6 olur hesab. Bir Emre ilə rəqiblərini geridə qoydu. İlqar ara ötürməsi edir David. Tağızadəyə blok qoydular zərbəsinə. Yol verdilər. Zərbə və toxuşlar. Toxuşlar mühafizələri. Daha bir zərbə uzaq məsafədən dirəkdən top meydanı tərk edir. İlqar Bəhmənlinin zərbəsi. Zərbə. Yaxşı ki geridə qalın. Səyid Abdulazadə. Abdulazadə mərkəzə doğru ötmə gəldi David Tağızadə. Tağızadə zimkar oyunu marş elətdirdi. Qapıya doğru zərbə indirdi. Yenə də dirəyə tuş gəldi zərbə. İlqar Bəhmənlinin nəzarəti altındadır. 6 yerinə yetirəcək. Rəqiblər mühafizə Radiyev. İlqar. Aydın İsmailov solzlar. Səyid Abdulazadə. Seçdi bir rəqibin ötürməsi keçmir.
Davam edə bilmədi. Serdar Burazadə istədiyi kimi topu. Bir de qaytar! Bir de qaytar! Üçüncüdən zərbə. Oyuncuları. Ömer başla! Sen kal! Messi gibi. Başla! Kimi? Riske çekti. Kimə gəldi? Aydın İsmailov uzaqlaşdırmağa çalışdı. İllərdə uzaqlaşdırır. Müdafiə arxasına planlaşdı. Şötünmə keçmədi. Bravo. Qarabağ komandasında dəyişikliklər atır. Tam heyət değişti. Komandasına Davir Əksüm Əmrəsi sürüşmə fəndi ilə müdafiəçilər uzaqlaşdırır topu. Qəttə olmaq lazımdır və top torata aktiv oldu. Tarık Mustafazadə nə qədər çalışsa da uzaqlaşdırmağa alamır. Tarık Əşizlov ötürmək keçmir. Turan Qasımovdan pressingi var idi. Rauf tapdı zərbə. Zərbə indirildi, yəni keçir qapıdan. Qapıdan zərbə ilə top oyuna daxil olunacaq. Gəldi Tarıkdan. Özünün arı istiqamətində oynadı Alp. Etmirəmsə, Turan Qasımov ilə qazandırdı, bəli. Tarık bütün irəliyə doğru keçmir. Sol cinatda hücum əmrəsi bir qədər geriyə çəkiləcək oldular. Alp, Qarabağ. Mustafazadə öz cinatı ilə oynadı. İmkan vermədilər Turan Qasımovun topu qəbul etməsinə, lakin Alp qazandırdı. Tarık, tək toxunuşda ötürmə Turan. Keçə bilmədi rəqibini. Lakin daha bir Alp Qarabağlardan. Ara ötürməsi sağ zahda. Oy oy oy. Üçün zərbəsi var. Vallahi üçün zərbəsini yerinə yetirir. Cümə keçmədi. Uzaq məsafədən zərbə və mükəmməl gol Tarık Mustafazadədən. Yenidən hesab bərabərləşir. İlk hissənin sonlarına yaxın. Tümer qarşı salınır. Raul Cavadov. Raul Cavadov pressinə davam elətdirir. Cənablardan əks əmrəsi ara etməsi yaxşı idi. Şükür cənabların 7 nömrəsi topu qəbul edə bilmədi. Və belə ilk hissəndə final səsləndirir. Birinci hissəni 7-7 bərabərliyə yekunlaşdırır. İlk hissədə sizinlə mən idim şəxsən Seydər Hüseynli. Növbəti hissədə görüşmək ümidilə hələlik deyirəm. Yenə də hər vaxtınız xeyir olsun, əziz futbol izləyiciləri. Artıq ikinci hissəndə start səsləndirilir. Bir daha uğurlar arzulayır hər iki komandaya növbəti hissədə. İlk hissə nəticəsini xatırlatsaq əgər 7-7 bərabərliyi ilə ilk hissə yekunlaşdı. Maraqlı, çəkişməli mübarizə keçdi. Ona görə növbəti hissədə hesab tarazlıq pozulacaqmı, pozulacaqsa hansı komanda pozulacaq, bunu artıq bizə zaman göstərəcək. Kimsə dedim məhsullarını bilirəm ki, davam edəcək.
Zərbə Fağrul Gücdən zərbə yerinə yetirilir. Qarabağlılar tərəfindən sağ uzuna ötürməkdir. Lakin Qarabağ oyunçuları çata bilmədi topa. Tabii ləqəbi də var. Mbappe və elə ümid edirəm ki, karyerasında Mbappe qədər olsun. Zor məsafədən zərbə və ikinci golla başlayır Cənabullar. Meydan mərkəzindən Alcavadov top oyuna daxil etdi. Sol uzanaqlı oynadı Turan Qasımov. Alcavadov və ikincidən zərbə. Şu qapdan zərbəyə mi işarə edir? Böyle. Allah hakimi. Az öncəki oyunlarda belə bir oyun nümayiş elədi. Ara itirməsi yaxşı oldu və 8-8. Arazlıq bərpa olunur Raul Cavadov. Hesabı bərabərləşdirdi. Həqiqətən də çox maraqlı bir maç izləyirik. Qarşılıqlı hücumlar, qarşılıqlı top itkilər, qarşılıqlı ötürmələr və qarşılıqlı gol və qollar var maçda. Nə az, nə çox. 16 gol var. Biraz riskli hərəkətlər idi müdafiədə. Əhmədlilər. Bunu keçmir. Qətt olmaq lazımdır və 9-8. Birinci dəfə Qarabağlılar meydan mərkəzinə dəvət olunur. Sağsına ötürmə həmləsi. Turan. Pressing tətbiq etdi. Raul'la pressing tətbiq edir və səfəri 2 topa qalxır. 18. 18. Artıq ikisindən bəri bir Qarabağ, bir Cənub qolları imza atırlar, amma bu dəfə isə Cənublar 2 top fərqli önə keçir. Raul Cavadov zərbə indirməsi imkan vermədilər ona. Out. Vəziyyət. Şimdi keçmədi Raul Cavadov. Hədiyyə oldu bu itirmə, amma top. Rəhməli. Daha doğrusu Turan'da bu. Turan Qasımov və müdafiəçilər diqqətlidir. Tempi və təzyiqi qaldırmaq lazımdır. Hazırı bərpa etmək üçün. Vara itirməsi. Özləsin bu ötürülməyə qola çevirəcək. Cavadov istədiyi kimi rami edə bilmədi topu. Sol uzuna ötürməməsi keçmədi müdafiəçilərdən. Rəhmənli ileriyə doğru ötürmə Raul Cavadov. Raul Cavadov sürüşmə fəndi ilə blok qoyulur. Güzel zərbə. O zərbəni oxudu. Uzaqlaşdırma bacardı. Real Goldan komandasını xilas etdi. Hadiyev.
Yenə keçmir və uzaq məsafədən qol gəlir. 11-8 olur hesab. Qapını. Hadi. Sonra istəfədən yenə. Bir qədər baxdı. 11-8. Turan. Sə bilmədi rəqibini. Əhmədidən uzun ötürmədə keçmir. Yeni bir əmr olacaq. Digərçiyə düşür. Daha bir zərbə. 12-8. Dayanmaq bilmir cənublar. Yeni bir hamlesi. İkincisi yaxşı başlayır cənub komandası. Qarabağlar isə bir qədər pasiv görürsənlər növbəti hissədə. Alcavadır. Devam edir. Təzyiqlə sağ hücum həmləsi Qarabağlardan zərbə. Qeyri-dəqiq alındı. Bəhmənli. Ünvansız oturma oldu İlqar Bəhməndə. Hadi, yaxşı qayda. Zərbi evam edə bilmir. Daha bir hücum həmləsi Qarabağ komandasından. Kesin zərbə. Müdafiəçilər risk etmir. Görürdü. Biz Qarabağları yenə Mbappe isə meydanı tərk etdi. Orada. Tirir topu. Qarabağlar yox. Daha bir gün zərbəsinə işarə edir hakim. Zaten yerindən. Zərbə. Türmə Alcavasına atdılar. Qol. Ayaqda qalacaqlar. Bunlar müdafiədən çıxmağa çalışır. Son məsafədən zərbə. Qeyri-dəqiq alınır. Hücum həmləsi Qarabağ komandasından. Qapıya doğru zərbə və qol. Fərqini bir qədər azaldır Qarabağ komandası. Hücum həmləsi Qarabağ komandasına Aral Cavalov. Müdafiəçilər çatdırdı özlərini. Daha bir korner. Cənublar müdafiədən çıxırlar. Lakin out Qarabağında. Digər sınaqdan Qarabağ komandası altı yerinə yetirəcək artıq. İkinci hissədə istədikləri oyunu nümayiş elətdirə bilmir Qarabağlar. Bu düşündü Məhməd Rauf, yeni itiraz Naviyev. Gəz sökülməydi, amma həmlələri top ayağına oturmadı. Cənub komandasının 7 nömrəsi və növbəti cəhətdə top torla qovuşur. Məsaf fərqi 4 topa qaldı fəlsəf etmirəmsə. 13-9. Rauf. Bugün meydanda ən məhsuldar oyuncudur. 7 qola imza atdı. 3 qolun 7-si məhz gəlib. Uzaq məsafədən zərbə indirilir və son anda
Cənub komandasının 88 nömrəsi boş qapıdan çıxardır topu. Hesab 13-9'a kadar hatırladım. Cənub 13. Bu barədə referi 2 oyunçunun da yanına çatdı. Topsuz qapıda vardı. Yerine qarşı bir qədər agresiv. Hakimi sadəcə oyunçunu öz yanına çağırır. Sərt oyunu deyil də qaydalar çərçivəsində oyunları nümayiş etdirməyə çağırır. Onun epizodunun kənarda bir də mübahisəli epizod yarandı onlar arasında. Yeniden Qarabağ komandası toplanır. Mərkəz doğru ötürmə gəlir. Hadi təhlükəni sağlaşdırdı. Davam etdirir. Seyid Abdullazadə özü saxlayır 50 oyun var deyə, amma hakimin səslənməmişdi. Hakim isə deyəsən bu qədər templi oyuna elə ki tab gətirə bilmir. Gol gəlir, daha bir gol. Top qarşı qapıya daxil olur. Qarabağ adına ikinci hissəyə gətirməyə yaxşı alınmalı. Efendim gözünə baş verdi. Bu epizodu açılmasa da zəncə Məsafənin zərbə indirilir, blok gəldi. Daha bir gol. Qarabağlılar qapısında görür. Pressing isə aramsızdır Cənublardan. daha bir əmlə. Dayanmaq bilmirlər artıq, Sanki Topu ateşinə tutublar Qarabağ komandasının qapısını. Cənub komandası. Ronaldo ilə ruhlarını dəyişir. Belə bir Seyid Abdullazadə. Ayda poz olmayıb mı? ruhu olmadı sanki. Seyid Abdullazadə. Qapının üzərinə keçdi. İsmi Yox, yenidən yerinə yetirəcəklər standart vəziyyəti səhv etməmişsə. Hesab 16-9'du. Bunu qeyd edim. Artıq hesabı itirmişdi. Təşəkkürlər həmkarımıza hesabı bildirir. 16-9 Cənubların stili var. Yüzeyid gəlir Cənublardan. Daha bir gol. 17-9. Olmasa belə qol idi amma Rauf tamamladı. Səhv fərqi 8 topa qalxır. İkinci hissə dəhşətli olur Qarabağlılar üçün. Demək olar ki, hər qapı indirdikləri zərbə tora olmuşdu növbəti hissədə. 50-ci hissə heç də yaxşı olmadı Qarabağ adına. Komandası ilə bir Qarabağ yönündə.
hücum həmləsi. Uğursuz da qeyri-dəqiq zərbə olur. Top itkisi var, zərbə. Zərbə çərçivədən yan keçdi. Nə qədər pressing tətbiq etdi, topu qazanır Seyid Abdullazadə, amma zərbəsi yan keçir qapıdan. Ötürmə zamanı səhvi yollayır Cənablar. İndi isə topu altı yollayırlar. Seyid Abdullazadə gözəl qol imza atır. Bir qədər azalır. 10-cu qolu gəlir Qarabağlıların. Artıq voleyboldan basketbol hesabına keçirik. Bunun əvvəlində məhsullar bir oyun deyə. Bir oyun deyə qeyd etdik. Bu qədər məhsullar. Dərbi üçün əmrəsi Qarabağ komandasından 11-ci qol gəldi. Bundan bəhs edərkən David gol gəldi. 11-ci qol gəlir David Tağzadədən. Müdafiəçilər uzaqlaşdırır altı topu, risk etmirlər. Son 2 dəqiqə. Buradan geri dönüş möcüzə olar. Çox çətindir. Möcüzə belə qazanır. Hesab 17-1, 11-1 daxil. 2 dəqiqəyə 6 qol bəli. 7-ci ya 8-ci möcüzə verirsə çətindir. Gəlir, keçmir. David ötürmə zərbə və qol. David Tağzadə. David qol imza atır. 5 top fərq yaranır. Bu qədər müdafiədə inamsız təsir bağışladı Qarabağ komandası oyunçuları. Şimdi bəxtləri yetirir bu episodda. Geri çağırır. Onunla da iş bitir. Onunla da iş bitir. Son nöqtəni qoydu cəzimcə. Seyid Abdullazadə 2 rəqimli yaxşı keçdi. 3-cü rəqimdə keçir. Seyid Abdullazadə və 4-cü oyunçu qarşısını aldı. Və beləliklə final filə səsləndirilir. Qol-qolu bir maç izlədik. Böyük hesabla qalibiyyətə nail olur Cənubi komandası, Qarabağ komandası üzərində və biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca sizinlə mən idim şərtiniz. Heydər Hüseynli növbəti maçlarda və növbəti turlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.